Daxildən dua oxumaq bu halda dua ibadət üçün yox, qorxunu söndürmək üçündür. Məsələn, beyinə bir fikir gəlir, dərhal dua oxunur, narahatlıq azalır. Əgər indi bunu oxumasam pis bir şey olar, düz oxudummu, bir də oxumalıyam mı? Fikir yenə gəldi, yenə dua etməliyəm kimi düşüncələr olur. Fikri fikirlə silməyə çalışmaq, pis fikir gəlir, yox mən belə insan deyiləm düşüncəsi, əksini sübut edən başqa fikir tapmağa çalışmaq. Həmçinin hadisəni 100 dəfə analiz etmək, doğrudanmı istədim, bunu niyə düşündüm, normal insan belə düşünərmi və s. kimi fikirlər olur və bu fikirlər saatlarla davam edə bilər. Həmçinin daxili təsdiq axtarmaq, keçmiş xatirələri bir-bir gözdən keçirmək, özünü təmizləmək üçün sübut yığmaq və s. Sağlamlığın bu hallar obsessiv-kompulsiv pozuntunun ən çox gizli qalan, amma ən yorucu formalarından biri olan zehni kompulsiyalardır. Çöldən baxan heç nə görmür, amma beynin içində daimi böyük bir mübarizə gedir. Ona görə də çox vaxt bunu xəstəlik kimi anlamır, həkimə gec müraciət edirlər.